Gəlin indi sirkə yuxarıdan baxaq. Sirkin sərhədləri, daha sonra gəlir sirki əhatə eləyən şəhər və daha sonra şəhəri əhatə eləyən təbiət, yəni orman. Red Pill'in 4-cü mərhələsi sərhədə aşmaq ağrılı mərhələdir. Matrixdən qaçışın 4-cü mərhələsində artıq ayı əmrləri yerinə yetirmir, öz xoşu ilə dombalaq aşmır. Dəfələrlə qamçı dəyir və ayı ilk dəfə nərə çəkir. Dişləri görünür, caynaqları çıxır və ayı tam görkəmi ilə, özü kimi, nəhəngliyi ilə üzə çıxır. Artıq tamaşaçılar susur, donub qalır, əylənmək üçün gəlmişdilər, hırıldamaq üçün gəlmişdilər. Ayı isə negativ gətirir, əyləndirmir, flow eləmir, dombalaq aşmır. Qorxuludur, istədiyi kimidir. Sərhədi aşırsansa artıq cəmiyyət də səndən narazıdır. Çünki sən bütün sirkin təməlini pozursan və artıq cəmiyyətin cahil tələbatına xidmət eləmirsən, cəhalət xidmətçisi deyilsən. Və bir neçə saniyə əvvəl ayıya əl çalan cəmaat ayının həqiqi təbiətini və qüdrətini görəndə sevgiləri nifrətə çevrilir. Çünki sevdikləri həqiqi ayı deyildi, onun dombalaq aşan versiyası idi, velosiped sürən versiyası idi, kölə olan versiyası idi və panika başlayır. Xaos sirki bürüyür və ayı qapıdan çıxır və qaçır. Sərhədi aşandan sonra həqiqət axtarışında olan adam üçün ən çətin məqam başlayır. Mübarizə.